Salam. Səninlə Sistem, Guru, Markets. Şirkətin ümumi məlumatlarından başlayaq. Aşağıda hər bir parametrə daha ətraflı baxaq. Lazım gələrsə videonu dayandırmaq mümkündür. Təşkilatın hər bir göstəricisini daha yaxından öyrənə bilərsiniz. Şirkətin əsas fundamental göstəricilərini müqayisə edəcəyik. Uber Technologies, Inc. Ticker, WBR. Bu icmal 30 iyun 2025-ci il tarixinə olan cari məlumata əsaslanır. Təsnifatına görə Guru Markets Korporasiya Uber Technologies, Inc. alt kateqoriyaya aiddir. Taxil müqayisədə 11 təşkilat iştirak edir. Tədqiq olunan şirkət üçün nəticə 10 baldan 1 bal. Alt kateqoriya üzrə orta xal 1 baldır. Çox geniş baxsanız, bütövlükdə ABŞ fond bazarında. Bütövlükdə birja üzrə orta xalın 1,8 olduğunu görmək olar. Üçün bir xalla qarşı-qarşıya gəldi Uber Technologies, Inc. Şirkətin səhmlərinin qiymətinin dinamikasının müqayisəsi Uber Technologies, Inc. və alt kateqoriyalı paylaşımlar. Son 12 ayda şirkətin səhmlərini görəcəyik. Uber Technologies, Inc. %28,2 dəyişiklik göstərdi. 30,1% alt kateqoriya üzrə qiymət dinamikasına qarşı. Şirkətin bazar kapitallaşması Uber Technologies, Inc. $191,43 milyard təşkil edir. Alt kateqoriyanın kapitallaşması isə $228 milyard. Şirkətin balans dəyəri $21,97 milyard olaraq qiymətləndirilir. Alt kateqoriyanın kapitallaşması isə $29 milyard. Bazar və balans kapitallaşma paylarını müqayisə edərək aşağıdakıları görürük. Paylaş Uber Technologies, Inc. Alt kateqoriyada birjanın qiymətləndirilməsi halında %84,121. Balans dəyəri 76,396% təşkil edir. Alt kateqoriyada şirkətin bazar payının və balans dəyərinin qiymətləndirilməsi PIS -1 bal. Təhlil edilən təşkilatın $11,204 milyard borcu var. Maliyyə öhdəlikləri şirkətin kapitalının %51-ni balans dəyərinə düşür. Şirkətin borc səviyyəsinin reytinqi keçilə bilən 0 bal. Şirkətin birja dəyərinin mənfəətə nisbəti 15,6-dır. 34,5 alt kateqoriyada orta qiymətlə. Alt kateqoriyadakı təşkilatlarla müqayisədə şirkətin bazar qiymətinin mənfəətə nisbətinin qiymətləndirilməsi çox yaxşı 2 bal. Son 12 ayda mənfəət $12,287 milyon olub. Növbəti 12 ay üçün gələcək mənfəət şərti olaraq $7,387 milyon olaraq qiymətləndirilir. Alt kateqoriya ilə müqayisədə gözlənilən gələcək mənfəət göstəricilərinin qiymətləndirilməsi keçə bilən -0,5 bal. Şirkətin dəyərinin gəlirə nisbəti 4,2-dir. Üçüncü alt kateqoriyada orta. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə mübadilə dəyərinin gəlir nisbətinin qiymətləndirilməsi TOLED -0,5 bal. Son 12 ayda gəlir $45,390 milyon olub. Növbəti 12 ay üçün proqnozlaşdırılan gəlir ilkin olaraq $27,29 milyard. Proqnozlaşdırılan gələcək satış həcmlərinin göstəricilərinin alt kateqoriyadakı göstəricilərlə müqayisədə qiymətləndirilməsi TOLED -0,5 bal. Satış marjası 27,1%, alt kateqoriya üzrə orta hesabla 8,7% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə marjinallığın qiymətləndirilməsi yaxşı 0,5 bal. Alt kateqoriyada işçilərin sayına görə şirkətin payı 31,733% təşkil edir. Bu, bazar kapitallaşma payından 165% azdır.
Şirkətin bir işçisinə düşən kapitalın məbləği $6.154.000. Alt kateqoriya üçün isə $2.322.000. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən bazar kapitalının məbləğinin qiymətləndirilməsi, keçərli, 0 bal. Şirkətin hər işçiyə düşən mənfəəti $395.000. Alt kateqoriya üzrə orta qiymət $67.200. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin bir işçisinə düşən mənfəətin qiymətləndirilməsi, yaxşı, 0.5 bal. Şirkətin bir işçiyə düşən gəliri $1.459.000. Alt kateqoriyada $771.000 var. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə şirkətin bir işçisinə düşən gəlirin qiymətləndirilməsi, yaxşı, 0.5 bal. Qısa müddətli əməliyyatların həcmi 1.9%, alt kateqoriya üzrə orta hesabla 3.6% təşkil edir. Texniki göstərici RASO 14 şirkət üçün %62 səviyyəsini göstərir. Uber Technologies, Inc. Alt kateqoriya üçün bu səviyyə 62%-dir. Şirkətin səhmlərinin hazırki qiyməti təxminən $91.52. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi təxminən $97.52. Sizin üçün mövcud olan sifariş cədvəlinə baxaq, ona keçid bağlanmış şərhdədir. Sifariş cədvəli bu mövsümdə məlumat və istinad qiymətləndirmə sistemi tərəfindən qəbul edilmiş bütün qərarları ehtiva edir. Guru Markets. Sifariş cədvəlinə giriş pulsuz və açıqdır. Bağlanmış şərhdə keçid. Qiymətli kağızların təhlili nəticəsində Uber Technologies, Inc. Məlumat və arayış sistemi Guru Markets qərar qəbul edilib. Sövdələşməni açmayın, çünki bu video baxışdır. Bu videoya baxdığınız və məlumat və istinad sistemindən istifadə etdiyiniz üçün hamınıza çox sağ olun. Guru Markets.